Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması gündəmdədir. Bu məsələnin ətrafında Azərbaycan öz mövqeyini ortaya qoyubdur. Çox təəssüf ki, Ermənistan tərəfi, Ermənistanın baş naziri və onun ətrafında olan komandası vaxtaşırı ziddiyyətli fikirlər irəli sürürlər. Gah Azərbaycan tərəflərindən razı olduqlarını bildirirlər, gah deyirlər ki, çox yaxın vaxtlarda sülh müqaviləsi imzalanacaqdır. Gah deyirlər ki, biz sülh müqaviləsi imzalamağa hazırıq ki, Azərbaycanı hansısa ləngiməkdə beynəlxalq ictimai rəyi aldatmağa çalışırlar ki, Azərbaycan maraqlı deyil. Azərbaycan maraqlı oldu və şərtlərini də ortaya qoyubdur. O şərtlər də qismən yerinə yetirilib müəyyən bir hissəsi. Amma əslində şərtlərdən biri də ermənilərin konstitusiyasında Azərbaycana ərazi iddiası ilə bağlı məsələdir. Bununla bağlı da ermənilər Paşinyanın özü vaxtaşırı bildirir ki, konstitusiyada dəyişiklik olacaqdır. Hətta yeni konstitusiyanın qəbul olması ilə bağlı fikirlər səsləndirirlər. Hətta deyirlər ki, bu yaxınlarda artıq gələn ilin yazında konstitusiyanın ilkin layihəsini ortaya qoyacaqlar. Amma son açıqlaması Paşinyanın bunlar öz mövqelərində ardıcıl deyirlər, erməni xislətini göstərirlər. Gah razılaşırlar ki, Azərbaycan tərəfləri yerinə yetiriləcəkdir, gah da deyirlər ki, Ermənistanın konstitusiyasının Azərbaycan qarşı hər hansı iddiası yoxdur və son açıqlaması da Paşinyanın ondan ibarətdir ki, güya onların konstitusiyasında Azərbaycan qarşı hər hansı bir iddia yoxdur, güya hətta bunlar razılaşsalar, hansısa variantı ortaya qoysalar Konstitusiya Məhkəməsinə göndəriləcəkdir və orada geri qaytarılacaqdır özlərini güya Konstitusiya Məhkəməsindən asılı vəziyyətdə göstərilir. Yəni bunların hamısı oyunbazlıqlardır, dəfələrlə deyilibdir. Bir daha deyirik ki, Azərbaycan tərəfdə çatdırıb onların nəzərində ki, Ermənistan Konstitusiyasının preambulasında giriş hissəsində istinad olunur onların 1989-cu ildə qəbul etdikləri müstəqillik aktına. Müstəqilliklə bağlı aktda onlar Azərbaycana qarşı, Qarabağla bağlı, digər məsələlərlə bağlı açıq şəkildə Azərbaycana ərazi iddiası irəli sürüblər. Həmin sənəddə, onların o müstəqillik bəyannaməsində Azərbaycanla bağlı iddia var orada, ərazi iddiası var. Və onu da bu günlər onlar konstitusiyanın içərisində ona istinad edirlərsə, onun giriş hissəsində, preambulasında, deməli həmin o sənəddəki o fikirdən geri çəkilmək istəmirlər. Biz bunu deyirik, bunlar da gah deyirlər ki, başa düşdük, gah deyirlər başa düşmədik. Başa düşmürlərsə, deməli sülh prosesində maraqlı deyirlər. Ona görə Azərbaycan öz mövqeyini onların bu qeyri-müəyyən və qeyri-stabil fikirlərinə uyğun olaraq tutmalıdır və onlara qəti şəkildə bildirməli ki, sülh istəmirsinizsə, biz də istəmirik o sülhü. Siz maraqlı olmalısınız sülhdə və ola bilər ki, sülhdə o qədər də maraqlı deyil. Yəni, məsələ sərt şəkildə Ermənistanın qarşısına qoyulmalıdır.